Təbii ki, hücumçu olanda istər-istəməz daha çox diqqət hücumçunun üzərində olur və ən çox da tənqid olunan hücumçu olur. Bu da normal bir haldır futbolda. Amma təbii ki, əgər bizdə belə bir düşüncə varsa bizim ölkədə, azarkeşlərimizin ki, millidə hücumçular qol vurmur və çox tənqid olunur. Yəni ilk öncə düşünək ki, biz durmadan 10-15 dənə epizod yaradan milli komanda deyilik ki, oturaq hücumçularımızı tənqid eləyək ki, niyə qol vurmurlar, niyə moment yarada bilmirlər. Amma təbii ki, azarkeşlər gəlirlər, qol görmək istəyirlər. Bu da başa düşüləndir və dediyim kimi, adekvat bir tənqidə heç bir zaman deyiləcək bir söz yoxdur. Amma bəzən həqiqətən yersiz, sadəcə nəsə deyilməsi üçün deyilən bir tənqidlər olur. Bu istər azarkeşlər tərəfindən, istər bəzi, belə deyək, futbol nümayəndələri tərəfindən olur və bu da həqiqətən xoşa gəlməz bir haldır. Çünki dediyim kimi, biz nə bizdən qabaqki milli, nə indiki, deyək ki, hər oyun boyu 10-15 dənə epizod yaratmırdılar ki, belə deyək ki, hücumçular oturub tənqid olunsun ki, yəni niyə biz qol vurmurduq və yaxud niyə biz qol qaçırdıq. Amma dediyim kimi, yəni burada əsəbləşəcək və yaxud düşündürəcək bir məqam yoxdur. Hücumçudan çox heç kim qol vurmaq istəmir. Amma dediyim kimi, milli komanda tam fərqlidir. Millidə qol vurmaqdan çox nəticəyə oynamaq, qələbə qazanmaq önəmlidir. Bəzən hücumçu olaraq neçə dəfə olur ki, millidə hücumdan düşürəm müdafiəyə kimi ki, komandama kömək ola bilim. Bu da hamısı belə deyək, milli komandada tələb olunan məqamlardır. Xüsusilə də bizim kimi milli komandalarda bu çox önəmli bir məqamdır və ümid edirəm ki, 2026-da azarkeşlərimizin bu fikrini də az da olsa dəyişə bilərik və qollar vurub onları sevindirək.